Mən Əliyeva Fatimə, 19 yaşım var. Azərbaycan Dillər Universitetində təhsil alıram. 3-cü kursam və ixtisasım İngilis-Azərbaycan dili tərcüməçiliyidir. Kiçik yaşlarımdan bəri həmişə incəsənətə, rəsmə marağım olub və buna görə də ailəmin də dəstəyi ilə 6 saylı Fikrət Əmirov adına incəsənət məktəbində təhsil almışam. Əslində ailəmizdə rəsmə qarşı xüsusi marağı olan, istedadı olan bir insan yoxdur. Sadəcə anamdan ilhamlanaraq bu yola qədəm qoymuşam və ən sevdiyim rəssamlardan, onun tərzini, üslubunu bəyəndiyim şəxslərdən biri də Səttar Bəhlulzadədir və bu gün də onun əsərlərindən biri olan Dağlar əsərini canlandırmışam. Universitetdə oxuduğum müddətdə yoldaşlarımın da məsləhəti ilə könüllü proqramlarına müraciət etmək qərarına gəldim və bir saylı Asan Xidmət Mərkəzinə müraciət etdim. Könüllü olduğum müddətdə vətəndaşlarla ünsiyyət, bir sıra layihələrdə, tədbirlərdə iştirak kimi və həmçinin də yeni dostluqlar əldə etmək kimi təcrübələr qazandım. Master 1 fəaliyyətimi 1-ci dərəcəli sertifikatla bitirdikdən sonra könüllülüyün 2-ci mərhələsinə müraciət etdim və könüllülər üzrə insan resurslarının idarə edilməsi sahəsində işləməyə başladım. Və könüllü olduğum müddətdə də bir çox praktiki təcrübələr əldə etdim. Yenə bir sıra layihələrdə iştirak etmişdim və hal-hazırda da məzun könüllü kimi layihələrdə, sərgilərdə, tədbirlərdə aktiv olmağa çalışıram. Son olaraq isə mənə bu şəraiti yaratdığı üçün Asan Xidmət Mərkəzinə və Asan Könüllüləri Təşkilatına öz təşəkkürümü bildirirəm və hər kəsi könüllü olmağa səsləyirəm.